Clean Vision şirkəti tərəfindən istehsalına başlanacaq Aircar, dünyanın seriyalı istehsala keçən ilk uçan avtomobili olacaq. 4 təkərli və 2 qatlanan qanada sahib olan Aircar, uçuş enmə zolağında sürətləndikdən sonra havaya qalxa bilir. Uçuşdan əvvəl təxminən 2 dəqiqə ərzində qanadlarını aça bilən nəqliyyat vasitəsi, təyinat nöqtəsinə çatdıqda qanadlarını yenidən bədəninə qatlayaraq quru rejiminə keçir. Qiyməti $1 milyon qədər çıxır. Clean Vision Aircar'ın 3 fərqli mühərrik variantı ilə təqdim olunacağını bildirib. 280, 320 və 340 at gücündə mühərriklər seçilə biləcək. Avtomobilin başlanğıc qiyməti $800.000 olacaq, lakin avadanlığa görə bu qiymət $1 milyon qədər yüksələ bilər. Aircar adi yanacaqla işləyir və təxminən 500 metr hündürlüyə qalxa bilir. Uçuş enmə zolağında təxminən 300 metr məsafə qət edərək saatda 200 km sürətə çata bilir, səyri sürəti isə saatda 250 km-dir. Avtomobil 500-dən çox uğurlu qalxma və eniş həyata keçirib və ümumilikdə 170 saatdan çox test uçuşu reallaşdırıb. Şirkətin verdiyi məlumata görə Aircar'ın son versiyası üzərində işlər davam edir və Aircar 2 adlı yeni prototipin ilk uçuşunun 2025-ci ilin sentyabrında həyata keçirilməsi planlaşdırılır. Elektrikli versiyası daha istehsal olunacaq. Clean Vision'un həmtəsisçisi Anton Zajac gələcəkdə avtomobilin elektrikli versiyasının da istehsal olunacağını, bunun üçün isə batareya texnologiyalarındakı inkişafların gözlənildiyini bildirib.